qərar gəldim ki, özümü inkişaf elətdirim. Bu ərəfədə mən İnnap Biznes Mərkəzinin səhifəsində data analitika təqaüdlü kursunu gördüm. Daha sonra gördüm ki, bu Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi peşə kursudur və mən bura başvurdum. Bu kurs 6 ay müddətində davam etdi. Bu kurs müddətində mən iş həyatında mənə kömək edən bir neçə proqram öyrəndim. Bunların misal olaraq Excel və Power BI əsas istifadə etdiyim proqramlardır. Bundan əlavə mən SQL və Python biliklərimi inkişaf elətdirdim. Kurs bitirdikdən sonra mən Azərbaycan Dəmir Yollarının səhifəsində belə iqtisadçı vakansiyasını gördüm və bura müraciət elədim. 1 ilə yaxındır burada çalışıram. 9 ay iqtisadçı kimi, daha sonra vəzifə artımı olaraq aparıcı iqtisadçı kimi çalışmağa başlamışam. Mən məsləhət bilirəm ki, işsiz gənclər bu kurslardan mütləq yararlansınlar. Çünki bununla öz biliklərini təkmilləşdirəcəklər. Bu kursun ən böyük üstünlüklərindən biri ödənişsiz olması və kursu bitirdikdən sonra iş tapmaq onlar üçün daha asan olacaqdır.